İmplant cərrahiyyəsindən sonra bizim implantların üstünə düzələcək konstruksiyaların ortopedik planlaması mövzumuz var. Mən deyərdim ki, implantların üstünə düzələcək ortopedik konstruksiyaların planlaması implantların yerləşdirilməsindən daha bir ağır mövzudur. Çünki implantların üstünə düzələcək dişlər və yaxud hansısa bir ortopedik konstruksiyalar implantların ömrünün daha davamlı olmağına və pasientlərə daha uzun müddət xidmət etməsinə şərait yaradır. Dövrümüzdə bizdə olan nailiyyətlər implant üstü protezlərin və yaxud implant üstü dişlərin hazırlanmasında daha çoxdur. Çünki hal-hazırda rəqəmsal texnologiyalar çox ciddi inkişaf eləyir. İmplantların üstünə keramik konstruksiyalar və yaxud da zirkonium əsaslı konstruksiyalar, ümumilikdə 4 implant üstündə hazırlanmış olunform protezlər, bütün bunların uzun müddət pasientlərə xidmət etməsinin başında ortopedik planlama dayanır. Ortopedik planlamalar professional ortopedlər tərəfindən cərrahi əməliyyatdan öncə və yaxud da cərrahi əməliyyatdan sonra aparılır. Amma tam professional bir peşəkar iş görmək üçün ortopedik planlama implant cərrahiyyəsindən öncə aparılmalıdır. Çünki bütün bu dişlərin ərsəyə gəlməsi, hazırlanması ortoped və cərrahın birgə fəaliyyəti nəticəsində başa gəlir. Ona görə də dişlərinizin, implantlarınızın üstü işlənərkən həkimlərdə komanda şəklində işlənmiş işlərə daha çox üstünlük verməlisiniz. Çünki bunlar gələcəkdə sizdə çənə oynaqlarında problemin əmələ gəlməsinə, ümumilikdə çənə qüsurlarının əmələ gəlməsinə, ümumilikdə deyək məsələn cərrahi tərəfdən bizim hamur boşluğu dediyimiz bir boşluq ki var üst çənə nahiyəmizdə, ora toxunmaqda, onu zədələnməkdə, ümumilikdə çənə sinirinə toxunulması faktorlarıdır. Cərrahi planlamalarda biz bütün risklərdən azad oluruq. Ortopedik planlamada isə biz dişlərimizin daha uzun müddət dayanıqlı olmağına, gözəl olmağına, çənə oynaqlarımızda problemin əmələ gəlməməyinə şərait yaradırıq. Ona görə də mənim sizə tövsiyəm dişlərinizi professional həkimlərə etibar edin.